Salamlar. Bugün ayın 27'sidir. Benim 4-5 saat sonra ayın 28'i gece saat 4'te samolyotum var. Bu biraz riskli bir məlumat oldu. Ona göre sizi diğer videoya yönlendiririm. Orada başlanıcı sonu nisbeten aydın olacak. Aydın olmayan hissəlerde hemen videonun sonunda ben özüm sizlere izah edeceğim. Salamlar. Bugün Ayzəkin son yemidim. Oraya gedirik. 6 aylıq term bitir. Artıq bu günləri duyğusal bir gün olacaq. Sonuncu dəfə Ayzəkdə bir yerdə olacaq. Təəssüf ki, davam edə bilmirəm, amma bilmək olmaz. Bəlkə yenidən Ayzəklə yolumuz kesişdi. Sabahlarım yeni induction mərhələsi olacaq. Yeni memberlər gələcək, yüklər təqdimatlarını eləyəcək. Bugün isə bizim sertifikatlarımız veriləcək bildiyimə görə. Son görüş olduğu üçün fərqli yerlərdə olacağını düşünürəm. Burada çok yaşam postlarımız var, deklarımız var, görünüz Deyirəm, yəni yaxşı ki qatılmışam. Çünki həm təcrübə cəhətdən, həm də sizdən vaxt keçirmək üçün həqiqətən çox yaxşı idi. Və qrupa da yazdım ki, mütləq yenə bir yerdə görüşməliyik. Çünki enerjimiz çox tutur və çox mükəmməl vaxt keçirdik. Bu sənə söz gözləyirik. İlk olaraq sizinlə işləmək mənim üçün çox böyük bir qürurdur və hər birinizdən qürur duyuram işləriniz cəhətdən. Və oysa olaraq mənim üçün ən dəyərli olan şey sizin həm memberlərə olan yanaşmağınız, həm Ayzək dəyərlərini həqiqətən başa düşməyiniz, həm də limitli sayımız olsa belə ən yaxşısını etməyiniz üçün çabalamağınızdır. Digəri isə dediyiniz kimi emosional olaraq da hər birinizə çox bağlamışam biraz və hər birinizdə çox istəyirəm. Ümid edirəm bundan sonra da çox gözəl yerlərdə olarsınız. Bizə keçək liderimizə. Geçmək istəyirəm ki, ilki hakatonda vurmuşduq Nəzmin sayəsində və o cili üçün bir ilk idi ki, biz hakatonda əprov basa bilirdik. İnşallah gələn tömrə daha çox basarıq. Bir əprovu Bəxtiyarındır, 2 əprovu Tiyelin Fidandır və 3 əprov da Nəzminə aiddir. Hər birə şükür edirəm. Razıdır. Allah'a eyledim. Aynen. Hindistanlara hoş geldin. Yani. Çıkıversin. Haydi ya. Yetişmem vurmamışım öyle. Burnumu çəkmə ama. İsmə baxa bilərəm. Hadi də. Burada bir sürü dakika şeydi. Pamada da eline içiyor. Ben de senin başına çağırıyorum. Ay o çok köşeydi. Beni üreteceksin. Uşağlar bu kadar sevmiyor. Karışım yapıyorum. Karıştır. Ay fırça resim çəkiriz mi? Gel bakalım. Bax, mən belə eləmədim. Bax, mən ama hindi evlənən oxşam, ama oğlan versin. Hindi evlənən. Birazcık burada olmalıdır da, yəni. Burada Hindiyə bax. bir dəqiqə mağdur məndən heç kim Neyliyə bax. Uşaq Allah xeyir uşaqlar. Bunu gün elədi, yadınızda saxlayın. Mən kınal kuzularımdır deyə hamısının alnının ortasına qoyayım. Ay Allah burada mısın? Allah'ım. Ben burada çok köşe oldum. Tüm versinden bana göre insanlarla en güzel şekilde emosyonel bağ kurduğu için, aynı zamanda sonradan biri olsa çok güzel aktiviteler kattığı için, aynı zamanda işlerinde, aktif sayında özünü hakikaten teslim ettiği için ve expansionsunda bu kadar aktif kazandırdığı için Cəffarın versinden Ayşe kazanan etməsə belə Ayşe qurumunu özündə daşıyacağını əminəm. Hazır
Nurəddin mənim ən dəyərli tim yoldaşlarımdan biri idi. Sonradan onu daha yaxşı tanıdım təbii ki. Və yəni əvvəlkində yaratdığım, belə deyim də, görünüşdən fərqli olaraq çox daha yəni cıvılcılı və çox şirin bir insan olduğunu gördük. Ümid edirəm ki, həyatında çox böyük uğurlar qazanarsan və hak etdiyin yerlərə gələrsən. Biz bəzən hər kəsə təşəkkür etməyə çox yaxşıdır. Kimsə bizə nəsə verəndə təşəkkür edirəm. Bəlkə gündə 100 dəfə bu sözü istifadə edirik, amma özümüzə təşəkkür etməyi unuturuq. Özümüzə niyə təşəkkür etməliyik? Bu qədər mənalıdırmı? Bu qədər əhəmiyyəti varmı bizim üçün? Ya da özümüzə təşəkkür etməyimiz niyə çətindir? Və niyə hər zaman özümüzə təşəkkür etmək üçün özümüzün çininə ağır yüklər qoyuruq? Qarşıma bir qadın çıxmışdı. Qadın xərçəng xəstəsi idi. Və qadının bir ayağı yox idi. Və qadın buna baxmayaraq həyatında nələri üstünsə savaşmağı tərcih edirdi. Və mən o videonu izləyəndə düşündüm ki, mən həyatımda əslində bəlkə də hər şey o qədər də rayondan çıxmayıb. Bəlkə də hələ də çıxıb gəzə bilərəm rahatlıqla və bu bir maneə deyil. Əlimizdə olan şeylərin həqiqətən bəzi yerlərdə dəyərini bilmirik. Çünki fərqində deyilik. Bir dəqiqənin qədrini, bir qatarı bir dəqiqədən keçən bir insan bilər. Bir balın qədrini, bir balından istədiyi yerə düşməyən insan bilər. Və itirdiyimizdə həqiqətən bilirik. Bunun da səbəbi Tanımaq üçün Təbriklər. Həm uğurlu əfqollarla, həm gördüyü işlərlə fərqləndim. Və biz bilirsiniz ki, Elanar sistemi xal sisteminə eləmişdik. Ən yüksək xal mənzilli olduğu üçün o birinci yerin qalibidir və biz ona pulsuz layihə hədiyyə edirik. Və yem bitdi. Evə gedirəm. Çox xoşbəxtəm, eyni zamanda çox duyğuluyam. Çox şeylər oldu. Evə gedim, tam ətraflı danışaram. Çox içimə sığmır da, yəni həqiqətən. Təzə belə deyim, bir yarışma var idi. Yarışma deyil də, yəni kim iş sistemində xallar var idi, hər bir işin öz xalı və o xalı ən çox toplayandan hədiyyələr verilirdi. Və o hədiyyələrdən biri mənim uşaqlığımdan bəri ən böyük xəyalım idi. İnşallah yerinə yetirə bilsəm, o hədiyyəni layiqincə dəyərləndirə bilsəm, bir xəyalımı gerçəkləşdirəcəm. Sertifikatlarımızı da verdilər. İnşallah onu da gedim göstərəcəm. Bəli, indi gələk videonun davamına. Burada yanvar ayının sonlarıdır. Bizim ilk termimiz Isaac-də bitirdi və bizim Elanar sistemimiz var idi. Hansı ki, bu sistem müddətində biz 6 ay işlədiyimiz hər işə görə xallar alırdıq və xallar əsasında 1-ci, 2-ci və 3-cü yerlər təyin olurdu. Və bu qız çalışaraq başardı. 1-ci yerə layiq görüldü və 1-ci yerin hədiyyəsi belə deyə layihə idi və mən ilk xaricə çıxışım olacağı üçün Türkiyəni seçdim və İstanbulda layihəyə gedirəm. İnşallah bundan sonraki ay nə idi? İyul ayının 8-i layihəyə başlayacaq. Lakin mən bir 10-15 gün öncədən gedirəm, 10 gün. Gedib 10 gün Bursada qalacam. İnşallah rəfiqəm var orada, onlarla bir yerdə qalacam. O hissələri görəcəksiniz əlbəttə ki, sadəcə qısa bir məlumatlandırma keçirəm. Onun xaricində Isaac-də bu layihəyə qazansam belə mən davam elədim. 2-ci termimdəyim hal-hazırda Tragedikonda. Mən 2-ci termimdə yaşadım. Həm Natko, həm Tragediko mənim 2-ci termimin tədbirləridir. 3 ay gələrdi belə deyək. Onun xaricində mənim hələ ki başqa deyə biləcəyim bir şey yoxdur. Bugün çox həyəcanlı bir gündür. Mənim üçün ki, vision boardda olan bir xəyalımı gerçəkləşdirirəm. İnşallah ki, hər şey istədiyim kimi olar. İnşallah ki, problem çıxmaz. 3-4 saat qalıb, mənim həyəcanımın həddi-hüdudu yoxdur. Biraz da qəribəyəm, çünki ilk dəfə ailəmdən bu qədər uzun müddət aralı qalacam. Yəni, aralı qaldığım olub əlbəttə ki, amma maksimum 2 həftəyə qədər çıxıb, yəni 2 ay müddətində 55 gün mən Türkiyədə qalacam və 2 ay müddətində aralı qaldığım heç olmayıb. Ona görə necə bir situasiya olacağı, necə bir hisslər keçirəcəyimi bilmirəm. Və bundan əlavə olaraq, məsələn, rayonlara falan düşərgəyə getsəm də, orada belə vav da məsuliyyət olmurdu üzərimdə. Amma indi elə bir situasiyadır ki, mən orada hər bir şey öz məsuliyyətimdə olacam və mən
tək tələbə evində qalmamışam, həmişə ailə evində qaldığım üçün bu situasiya mənə çox yad olacaq. İnşallah ki, üstəsindən gələcəm, özümə güvənirəm. Amma yenə də çox həyecanlıyam, amma çox da narahatam eyni zamanda. Mənim son bir ayım ancaq bu günü düşünərək, bu gün necə olacağı, bu gündən sonraki günlərimin necə keçəcəyini düşünərək olub. Yəni, onları düşünmüşəm ancaq belə deyək. Çox uzun tutmayayım başlığı. İnşallah videonun davamında xoş hadisələr bizi gözləyir. Elə ümid edirəm, hələ o hissələr yaşamamışam. Bu video artıq 10 dəqiqə oldu. Düşündüm ki, bu videonu burada saxlayayım, burada sağollaşaq. Bundan sonraki video isə səyahətə başlanğıcından etibarən çəkək, belə deyim. Bu sadəcə həmin layihəyə necə qazandığım, ora Türkiyəyə nəyə getdiyim izah eləyən bir video formatında olsun. Sağ olun. İnşallah səyahət vloqunda görüşərik.